Salam uşaqlar, gəlin bugün keçirdiyimiz 7-ci mövzu sınağı impuls enerji mövzusunun izahına baxaq. Başlayaq birinci sualımızdan. Nə deyir bizə? Deyir ki, topun döşəmə ilə elastik zərbəsi zamanı onun impulsunun dəyişməsinin modulunu və istiqamətini müəyyən edin. Məndən istədiyi uşaqlar impuls dəyişməsidir. İndi gəlin baxaq da hərəkət istiqamətimizi. Baxırsınız ki, hərəkətin istiqaməti necə verib? Ya bizə konkret olaraq y oxu boyunca verməyib, ya da x oxu boyunca verməyib. Və biz də demişdik ki, bu halda dərhal nə etməliyik? Proyeksiyalarına ayırmalıyıq. Gətirib proyeksiyalarına ayıracağım. Bax, deməli, bu v-nin bir toplananda gördüyünüz kimi şaqili müstəvidə artıq yönəldiyi üçün y toplanan deyirəm. Bu da bizim olacaq, deməli, sürətimizin üfüqi müstəvi boyunca yönəldiyi üçün x toplananı. İndi keçdik eyni şəkildə digərinə. Bu olacaq yenə bizim v-y toplananımız. Bu isə olacaq bizim Vx toplananımız. İndi uşaqlar bizdən istədiyi nə idi? İmpuls dəyişməsi. İmpuls dəyişməsi, baxıram ki, burada x toplananına görə müşahidə oluna bilərmi? Qətiyyən. Əvvəl də sağa doğru idi x toplananı, daha sonra da sağa doğrudur. Yəni bizim sürətimizin x toplananı dəyişməyib ki, ona görə impuls da dəyişsin. Amma y toplananına baxırıq. Y toplananın əvvəlcə istiqaməti necə idi? Aşağı, daha sonra necə oldu? Yuxarı. Onda deməli, biz artıq impulsun dəyişməsini nəyə görə baxacağıq uşaqlar? Y toplananına görə. Ümumiyyətlə dəyişmə fizikada nə idi? Sonla başlanğıcın çıxılmasıdır. İndi gəlin başlayaq burada. Deməli, baxıram ki, uşaqlar, qarşılıqlı bucaqlara görə, əgər bura alfadırsa, burada nə olacaq? Alfa olacaq. Həmişə biz də bilirik ki, bucaq yaradan tərəf nədir? Kosinus alfa toplanandır. Onda baxın, buradan göstərim. Deməli, bizim bu toplananımız nə deyilir? V-y'imiz V kosinus alfadır. İndi eyni şəkildə əlbəttə ki, digərdə nə olacaq elə? Yenə V kosinus alfa toplananı olacaq. İndi kütləsi neçə idi? Cismin 1. Onda deməli sonu nə oldu? MV kosinus alfa. Və bir digər tərəfdən baxın, biz bilirik yuxarı aşağı hərəkətlər y oxu boyunca baş verən hərəkətlərdir. Yəni mənim bu sondakı y toplananımla y oxunun istiqaməti eyni olduğu üçün proyeksiyada bizə nə verəcək? Müsbət verəcək. İndi amma keçdik bu birinə. Y toplananı necədir? Artıq baxın, birinci halda aşağı. Y oxunun istiqaməti həmişə biz bilirik necədir? Yuxarı. Onda deməli bu toplanan necə qiymət alır? Mənfi. Onda deməli yazırıq. Deməli, çıxılsın mənfi mv kosinus alfa. Buradan da aldıq ki, nəyə bərabər imiş? Müsbət 2mv kosinus alfaya. Əlbəttə ki, uşaqlar. Müsbət almışsınızsa hərəkət nədir? Y oxu istiqamətində. Yəni, yuxarı mənfi alsaydınız, onda necə olardı? Əlbəttə ki, Y oxunun əksi istiqamətinə aşağı doğru. Ona görə cavabımız nə olacaq elə birincidə? D variantı. Gəlin indi keçək baxaq. Gəlir bizim ikinci sualımız. İkinci sualda nə deyir bizə? Deyir ki, iki cisimdən ibarət sistemin impulsunun modulunu təyin edin. Baxıram ki, uşaqlar, birinci cisimlə ikinci cisim arasında hansı şərt ödənir? Perpendikulyarlıq. Baxın, perpendikulyarlığın təsvirini sizə verib. Və biz də dönə-dönə qeyd etmişdik ki, perpendikulyarlıq şərti elə bir şərtdir ki, fizikanın bütün bölmələrində ödənir. Perpendikulyarlıq necə tapılır? Kök altında kvadratları cəmi. İndi sistemin impulsu birincinin kvadratı ilə ikincinin kvadratının kökdə cəminə görə tapılacaq. Birinci nə idi uşaqlar? Kütləsi m, sürəti də 3v. Onda deməli 3mv-nin kvadratı. İkinci neçədir? 2v sürətidir, 2m də kütləsidir. Onda 4mv-nin nə olacaq? Kvadratı şəklində. Onda deməli buradan alırıq ki 9m-in kvadratı v-nin kvadratı plus 16m-in kvadratı v-nin kvadratına. Onda buradan alacaq ki kök altında 25m-in kvadratı v-nin kvadratı və bu da kökdən necə çıxır? 5mv şəklində. Onu da harada verib bizim üçün? D variantında qeyd edib. İndi gəlin keçək baxaq neçənci sualımıza? Üçüncü sualımıza. Üçüncü sualda nə deyir bizə? Eyni müddət ərzində cisimlərin impulslarının dəyişmələrinin modullarını müqayisə edin. Uşaqlar, impuls dəyişməsi və bir digər tərəfdən eyni müddət ərzində deyil. İmpuls dəyişməsinin düsturu nə idi? Delta P bərabər idi Ft. İndi məsələdə özü qeyd edir ki, eyni müddət ərzində. Onda zamanı atın geçsin. Yəni, impulsu dəyişən səbəb zaman deyilmiş. Zamanlar eynidir. Baxıram, onda tətbiq olunan qüvvələrə, yəni bir dənə şansın qüvvənin fərqli olmasına baxdı. İndi baxırıq ki, birinciyə də tətbiq olunan qüvvə 1F'dir. İkinciyə də tətbiq olunan qüvvə 1F'dir. Qüvvələrdə fərq varmı? Xeyr, qüvvələr də eynidir. Onda deməli, artıq bizim impuls dəyişmələrimiz nə olacaq? Bərabər. Çünki qüvvə eynidir, zaman eynidir. İmpuls dəyişməsini fərqləndirən heç bir əsas səbəb qalmadı. Ona görə üçüncü sualda da cavabımız nədir uşaqlar elə? Y variantıdır. Keçək indi gəlin baxaq dördüncü sualımıza. Dördüncü sualda nə deyir bizim üçün? Deyir ki, cismin impulsunun proyeksiyasının zaman asılı qrafiki verilib 1, 2 və 3 hissələrinə təsir edən qüvvənin əvəzləyicisinin proyeksiyasını müqayisə edin. İndi baxın birincisi. İkinci hissədə impuls nədir? Sabit.
İmpuls sabitsə biz bilirik bu hansı hərəkətdir? Bərabər sürətli. Bərabər sürətli hərəkətdə qüvvə, təcil nəyə bərabər edir uşaqlar? Sıfıra. Çünki biz bilirik ki, təcil anlayışı, qüvvə anlayışı sürətin, impulsun dəyişməsi zamanı meydana çıxır. Dəyişməyibsə, əlbəttə ki, qüvvə təcil yarana bilməz. Onda ikincidə qüvvə nədir? Sıfırdır. Cavab C ola bilməz, Y ola bilməz, D ola bilməz. İndi keçirik bir digər nüansımıza. Biz bilirik ki, yenə qeyd edirəm, qüvvə nədir? İmpuls dəyişməsidir. İmpuls dəyişməsini xarakterizə edən kəmiyyətimizdir. Çünki F bərabərdir. Baxın, elə düsturda gəlirik yuxarıdakından. Delta P bölünsün T. Yəni, impuls dəyişməsinin artıq biz burada neyinirik? Qiymətinə baxaraq qüvvə üçün nəticə çıxara bilərik. Birincidə bizim impulsumuz bu qədər dəyişib. Üçüncü hissədə isə bu qədər dəyişib. Əlbəttə ki, birinci hissədə impulsun dəyişməsi daha böyük qiymət aldığı üçün qüvvə də orada necə qiymət alacaq? Daha böyük qiymət alacaq. O da hansı variantda verilib bizim üçün elə? A variantında qeyd olunub. Keçək gəlin indi baxaq 5-ci sualımıza. 5-də nə deyir bizə? Deyir ki, cismin sürətinin modulunun, impulsunun modulundan asılı qrafiki verilib, cizgilənmiş üçbucağın sahəsi ədədi qiymətcə nəyə bərabərdir? Uşaqlar, biz sahəyə nə vaxt gedirdik? Hasil olan düsturlarda. Onda deməli, V-nin P-yə hasili bizə nəyi verirdi? Mən bilirəm ki, deməli, YK bərabər idi, PV bölünsün 2 düsturumuz var. Əlbəttə ki, V-nin P-yə hasili bizə nəyi verir? Kinetik enerji. İndi deyirsiniz ki, burada ədəd var. Olsun da, ədədin heç bir əhəmiyyəti yoxdur, uşaqlar. Heç bir mahiyyəti yoxdur. Siz həmişə baxırsınız kəmiyyətlərin hasilinə. Deməli, P-ni də V-yə yenə qeyd edirəm. Hasili bizə nəyi verdi? Enerji düsturlarından biri PV bölünsün 2-ni, yəni kinetik enerjini. Siz bu sahədən kinetik enerjini hesablaya bilərsiniz. İndi gəlin baxaq 6-ya. 6-da nə deyir bizim üçün? 6-da bizə deyir ki, sərbəst düşən cismin impulsunun modulunun zamana asılı qrafiki verilmişdir. Həmin qrafikə əsasən hansı fiziki kəmiyyətləri təyin etmək olar? İndi görürsünüz, burada bucaq var. Məsələn, tangensə getmək olar necə? Tangens nə idi? Y oxunun X oxuna nisbəti idi. Y-in yerində nə dayanıb? Impuls. Zamanda X-in yerində dayanıb. Əlbəttə ki, biz bilirdik ki, bu bizə nəyi verirdi? Qüvvəni. Yəni, deməli, biz ağırlıq qüvvəsini bu artıq verilən qrafikdəki kəmiyyətlərə görə hesablaya bilərik. Əgər ağırlığı sən bilirsənsə, əlbəttə ki, J-nin qiyməti onda sabit kimi bir şeydir. Yəni, onun qiymətini həmişə özü bizim mötərəzəli məsələlərdə qeyd edir. Onda buradan bir də naməlum kütlə qalır. Kütlənin də M bərabərdir, F bölünsün J-yə görə taparsan, yenə qeyd edirəm. J-nin qiymətini onsuz da özü bizə verir. F-i də biz artıq burada tangensə görə tapa biliriksə, təbii ki, biz buradan kütləni də hesablaya biləcəyik. Həmçinin düşmə hündürlüyü H bərabərdir nədir uşaqlar? Sərbəst düşən cismin düşmə hündürlüyün düsturu J-T kvadratı bölü ki, J dedik ki, onsuz da məlum kimi bir kəmiyyətdir. T-ni də qrafikdə sizə verir. Əlbəttə ki, buradan yenə eyni qaydada hündürlüyü hesablaya bilərsiniz. Yəni, cavabımız nə olacaq? Elə Y variantı. Bu qrafikə əsasən birincini də, ikincini də, üçüncünü də hesablamaq olar. İndi gəlin keçək baxaq 7-ci sualımıza görə. 7-də nə deyir bizə? Deməli, uşaqlar, 7-də bizə V-nin P-dən, yəni sürətin impulsundan asılı qrafikini verib. Və bizdən istədiyi nədir? Kütlə. İndi bunların hamısının birgə iştirak etdiyi sürətin, impulsun, kütlənin hansı düstur var idi? Əlbəttə ki, P bərabər idi, MV idi. Buradan da tapanda M bərabər olacaq nəyə? P bölünsün V-yə. İndi baxın, P hansı koordinat oxunun yerində dayanıb? X-in. V hansı koordinat oxunun yerində dayanıb? Y-in. X-in Y-ə nisbəti bizə hansı bucağı verirdi? Kotangens alfanı. Kotangens alfa bucaqla düzmü asılı idi, tərs mi asılı idi? Əlbəttə ki, tərs asılı idi uşaqlar. Onda gəlin baxaq, bax burada diqqət eləyək. 1 və 2 bir düz xəttin üzərindədir. Biz bilirik ki, bir düz xəttin üzərindəki bütün nöqtələr həmişə bir-birinə nədir? Bərabər. Tez dərhal yazdım. M1 bərabərdir M2-yə. İndi M1, M2, yəni bu nöqtələrin baxın, yaratdığı artıq bucaqdan üçüncü nöqtənin yaratdığı bucağı müqayisə eləsək, dikliyinə görə baxın. Dikliyi çox olanın həmişə yaratdığı bucaq böyükdür. 1-2-nə görsünüz, dikliyi daha çoxdur. Onda onun yaratdığı bucaq 3-dən nə olacaq? Böyük. Amma biz cavabı nə tapdıq? Tangens yox, kotangens. Kotangensi dedik bucaqdan necə asılıdır? Tərs asılı. Bucağı böyük olanın qiyməti kiçikdir. Onda bu 1-2 bərabərliyi də 3-dən nə olacaq? Kiçik olacaq. Onu da bizə elə hansı variantı verib? C variantında qeyd edib. İndi gəlin keçək 8-ci sualımıza baxaq. 8-ə nə deyir bizə? Deməli, bizə deyir ki, mütləq qeyri-elastik zərbədən sonra kürələr V sürəti ilə sol tərəfə hərəkət edir. Bu o deməkdir ki, deməli, artıq kürələrin sol tərəfə hərəkət etməsi uşaqlar. Baxın, bunun impulsunun daha böyük olmasıdır.
Çünki biz bilirik ki, impulsu böyük olan istiqamətdə nə edirdi? Artıq yekunda cisim hərəkət edirdi. Ona deməli, baxın, bu ikincinin impulsu birincidən nə imiş? Böyük imiş. Buradan da göstərim. Daha sonra məsələnin davamını oxuyaq. Deyir ki, kürələrin kütlələri nisbətini hesablayın. Yaxşı, onda gəlin başlayaq uşaqlar. Deməli, mütləq qeyri-elastiki zərbədən sonra aldığı son sürət nədir? 1V. V bərabərdir. İndi yazırıq burada artıq. M2 V2 çıxılsın M1 V1 bölünsün M1 plus M2 qarşı-qarşıya hərəkətdə əlbəttə ki biz bilirik ki sistemin impulsu çıxılaraq tapılırdı. Necə çıxılaraq tapılırdı? Böyükdən kiçiyə çıxırdıq. Sistemin kütləsi isə biz bilirik ki skalyar kəmiyyətlər həmişə cəbri qaydada toplanır. Ona görə məxrəcdə M1 plus M2-yə görə tapıldı. İndi uşaqlar son sürəti bizə baxın nə vermişdi? 1V. Məsələn şərtini qeyd edib. Daha sonra ikincinin kütləsini mən bilmirəm neçədir. İkincinin sürəti neçə idi? 2V idi. Birincinin kütləsi neçə idi? Yenə bilmirik. Birincinin sürəti neçə idi? 4V idi. Bölünsün M1 plus nəyə? M2-yə. İndi uşaqlar buradan V vurulsun. M1 plus M2 bərabərdir. Daha sonra burada da yenə V-ni mötərəzi xaricinə çıxarsaq olacaq 2M2. Deməli 2M2 çıxılsın nəyə? 4M1-ə. İndi V-lər getdi. Qaldı da M1 plus M2 bərabərdir. 2M2 çıxılsın nəyə? 4M1-ə. Buradan da uşaqlar 5M1 bərabər olacaq elə M2-yə və buradan da bizdən istədiyi nədir? M2-nin M1-ə nisbətini. Mən bilirəm ki, uşaqlar, yanakı kəmiyyətlər həmişə bir-birinə necəsi? Tərs asır. Əgər M1 məxrəcdədirsə, onun yanındakı 5 qalxacaq sürəti. Yəni bu nisbət elə bizə nəyi veribmiş? 5-i veribmiş. Cavab da olacaq nə? Y variantı. Keçək indi gəlir bizim neçənci sualımız? 9-cu sualımız. 9-a nə deyir bizim üçün? Deyir ki, kütləsi 3 kiloqram olan cisim 20 metr hündürlükdən sərbəst düşür. Gəlin bax yazaq. Deyir ki, yerlə elastiki zərbə zamanı cismə təsir edən qüvvənin qiymətini hesablayın. Zərbə müddəti 0,3 saniyədir. Zaman var, qüvvə var, elastiki zərbədən söhbət gedir. İndi uşaqlar, biz bilirik ki, elastik zərbə, elastik toqquşma eyni şeydir. Və dönə-dönə qeyd etmişdik ki, elastik toqquşmadan söhbət gedirsə, ifadə necə olacaq? P bərabərdir 2MV şəklində. İndi baxıram ki, bizə impulsu verib, xeyr, əvəzində nə var? Qüvvə var. Əvəzində nə var burada? Zaman var. Onu da gətirib tez B-nin yerinə nə yazırıq? FT. Bərabərdir nəyə? 2MV-yə. İndi bir digər tərəfdən kütlə var. Problemimiz yoxdur. Bəs V-ni verib bizim üçün xeyr verməyib. Əvəzində sərbəst düşən hərəkət olduğunu qeyd edib. Hündürlüyü həmçinin bizə verib. Onda V-ni də yerinə gətirib nə yazacağım? Deməli, kök altında 2JH. Bütün qiymətləri bircə yerinə qoyub hesablayaq. Qüvvəni deməli bizə deyirdi tap. Zamanı vermişdi 0,3. Kütləni vermişdi 3 kiloqram. Deməli 2 vurulsun J-miz 10'dur. Mötərəzədə indi qeyd eləməyib, əslində qeyd eləməlidir. Dim toplularında, qəbullarda həmişə qeyd eləyir. Bu sizin üçün çaşdırıcı bir nüans olmasın. İndi H-ı da verib neçə? 20. İndi uşaqlar gəlin bax buradan yazaq. F vurulsun 0,3 bərabərdir. 6 vurulsun 20. Daha doğrusu, bəli, 20-24-düz. O da kökdən 20 kimi çıxır elə, yaxud da 20-nin kvadratı ilə kök bir-birinə apardı. Onda buradan deməli 0,3 F bərabərdir 120-yə. F-imiz də nəyə bərabər oldu uşaqlar elə? Baxın buradan hesablayanda 400 Newtona, yaxud hər tərəfə ona vurunlab 3F bərabər olacaq 1200-ə, F bərabərlə 400 Newton elədir. O da hansı variantda qeyd olunub bizim üçün elə? C variantında qeyd olunub. İndi gəlin keçək, gəlir bizim 10-cu sualımız. İndi 10-cu sualda nə deyir bizim üçün? Deyir ki, impulsu P olan mərmi O nöqtəsində 2 qəlpəyə parçalanır. Qəlpələrin impulsları hansı 2 vektor ola bilər? Baxın, yekunda artıq bizim tapdığımız nəticə budur. İndi bunu həmişə variantlara görə gedin. İndi variantlara görə gəlin baxaq da. Birinci nə demişdi bizə? P1-dən P3. Deməli, P1-dən P3. P1 necə yönəlib? Görürəm ki, Y oxu boyunca hər hansı bir proyeksiya ayırmağa ehtiyac var? Qətiyyən yoxdur, lazım deyil. Onda bu olduğu kimi qaldı. Keçək P3-ə baxaq. P3 amma əyri xətli vektordur. Dərhal onu nə edirəm? Proyeksiyalarını ayırıram. Deməli, biri belə bir proyeksiyamız olacaq. P3-ün Y toplananı. Biri də belə bir artıq P3-ün nə olacaq uşaqlar? X toplananı. İndi biz nəyə baxırdıq? P1-dən P3-ə baxırdıq. İndi sözsüz ki, artıq P3-ün bu əyri xətli olanına baxmırıq. Həmçinin P2-ni də görməzdən gəlin. P4-ü də görməzdən gəlin. Baxın, bizim fokuslandığımız bunlardır. Hətta bunu fərqli rəngdən göstərim ki, tam aydın şəkildə görünsün. Bizim fokuslandığımız bunlardır.
Deməli, burada baxıram ki, P3 Y-dən P1 bir-birini neynədir? Kompensasiya etdi. Bir dənə qaldı nə? P3X. Əlbəttə ki, verilən istiqamətlə elə P3X nədir? Üst-üstə düşür. Cavabımız elə budur, olmaqla. Digərləri indi niyə görə olmayacaq? Gəlin isbat edək. İndi baxaq. Başlayır nə? Deməli, P1-dən P4. İndi uşaqlar, P1 yenə gördüyünüz kimi Y oxu boyunca yönəlib, proyeksiya ayırmağa ehtiyac yoxdur. Keçdik P4-ə. İndi P4-ü yenə ayırıram proyeksiyalarına. Biri P4-ün belə bir Y oxu üzrə toplanandı. Biri də P4-ün belə bir X oxu üzrə toplananı olacaq. Bu P4 Y-dən bu P1 bir-birini kompensasiya eləyir. Onda deməli, yekunda mənim artıq istiqamətim belə bir PX toplananı boyunca, yəni sola doğru yönəlməli idi. Amma mənə istiqaməti necə vermişdi? Baxın, sağa doğru. Ona görə bu ola bilməzdi. Keçdik indi, deməli, baxırıq burada P2-dən P4-ə. P2 gördüyünüz kimi necə yönəlibdir? Sağa doğru. Proyeksiya ayırmağa ehtiyac yoxdur. X oxu boyunca yönəlib. P4 də yenə eyni şəkildə. Biri bu bizim olacaq, bayağı ayırdığımız kimi P4Y toplananı. Bu da bizim P4X toplananımız. P4X ilə P2 bir-birini kompensasiya etdi. Qaldı bir dənə P4Y. Yəni yekunda mərminin istiqaməti necə olmalı idi? P4Y istiqaməti aşağı. Bizə də yekunda mərminin istiqamətini elə vermişdimi? Xeyr, verməmişdi. Ona görə bu da ola bilməz. Keçdik P1-dən P2 uşaqlar. P1-dən P2 ümumiyyətlə gördüyünüz kimi bir-birinə perpendikulyardır. Mərminin istiqaməti yekunda kəsişmədən çıxan diaqonal bu kimi olmalı idi. Əlbəttə ki, bununla da gördüyünüz kimi bu istiqamət eyni deyil. D də ola bilməzdi. Və ən axırıncı Y variantına baxaq indi. P2-dən P3-ə. P2 gördüyünüz kimi X oxu boyunca yönəlib, proyeksiya ayırmağa ehtiyac yoxdur. P3 bizim gördüyünüz kimi artıq əyri xətli vektorumuzdur. Belə bir P3Y toplananımızdır. Bu da bizim deməli P2X toplananımızdır. İndi uşaqlar, burada P2-lər cəmlənərdi. P3 də burada artıq bu P2-nin cəmi ilə bir-birinə necə yönəldi? Perpendikulyar. Kəsişmədən çıxan diaqonal boyunca yönələrdi yekunda istiqamət və bizə də istiqaməti gördüyünüz kimi elə verməyib. Ona görə bizim bax qeyd etdiyim kimi ödənilən bircə dənə şərtimiz var idi. O da harda ödəndi? A variantında. İndi gəlin keçək, gəlir bizim neçənci sualımız burada? Gəlir bizim deməli 11-ci sualımız. 11-də nə deyir bizə? Deyir ki, cisimlərin CD səviyyəsinə görə potensial enerjiləri eynidir. Yəni məsələnin şərtində potensial enerji var. Elə bir düstur seç ki, orada potensial enerji olsun. Deyir ki, kütlələrin nisbətini tap. Həmçinin də bizə nəyi verib uşaqlar? Hündürlüyü. Onda gəlin baxın, bunların hamısının birgə iştirak etdiyi düstur nə idi? Y potensial bərabər idi MJH. Və buradan M-i tapanda olacaq nə? YP bölünsün JH. İndi bizə deyir ki, potensial enerjiləri eynidir. At geçsin. J onsuz da sabit kimi bir şeydir. Kütləni dəyişən səbəb nədir uşaqlar? Hündürlük. İndi bunu biz ikinci qəbul etmişdik. Bunu da biz birinci qəbul etmişdik. Tam aydın görünmədiyi üçün. Onda gəlin baxaq. Baxırıq ki, M2 bölünsün M1 istəyir. Dəyişən dedik hündürlükdür. Hündürlükdən də necə asılı? Tərs asılı. H1 bölünsün olacaq nə? H2. İndi uşaqlar, baxın. İkinci cismin artıq yaxud da yerdən, səthdən ikinci cismə kimi olan hündürlük nədir? Ümumilikdir. 4H-dır. Onda deməli, baxın, H2-nin yerinə yazırıq 4H. Bəs yaxşı, səthdən, CD səthindən birinci cismə kimi olan hündürlüyümüz nədir? 1H-dır. Onda getdi, bu nisbət ilə nəyə bərabər olubmuş? 4-də 1-i. O da hansı variantda qeyd olunub? C variantında qeyd olunub. İndi gəlin keçək baxaq 12-ci sualımıza. 12-ci sualda uşaqlar, üfüqi bucaq altında atılmışı biz keçməmişik. Ona görə bunu biz necə görürük? Şaquli yuxarı. Şaquli yuxarı atılmış yazırıq, bax indi. Deməli, şaquli yuxarı atılmış cisimdir. Deyir ki, maksimal kinetik enerjisi 80 oldu, minimal kinetik enerjisi 20 oldu. Həmin cismin maksimal potensial enerjisi neçə olar? İndi mən bilirəm ki, maksimallar nəyə aid idi uşaqlar? Tamam. Maksimal kinetik enerjisi deyir bizim üçün burada 80 joule. O nə deməkdir elə? Tam enerjinin 80 joule olduğunu göstərir. İndi cavabda da bizdə nə istəyir? Həmin cismin maksimal potensial enerjisi neçə joule olar? İndi yenə qeyd edirəm, maksimal bizə nəyi ifadə edir? Tamı. Yenə bizdən tamı soruşur. Tam da dəyişən enerjidirmi? Qətiyyən. Əvvəl 80 isə yenə 80-də qalmalıdır. Tam enerji həmişə sabitliyini qoruyan enerjidir. Onda deməli, maksimal potensial enerjimiz də nəyə bərabər imiş? 80 joule-la bərabər imiş. İndi gəlin keçək, bu da bizdə deməli D variantı idi. Deməli, gəlin baxaq indi 13-cü sualımıza görək. 13-də nə deyir bizim üçün? Deməli, 13-də deyir ki, A və B cisimləri şaquli istiqamətdə yuxarı atılmışdır. Onların maksimal potensial enerjilərinin nisbəti nəyə bərabərdir? İndi uşaqlar, maksimal nöqtədə
Bizdən istədiyi nədir? Deyir ki, maksimal nöqtədəki potensial enerjilərin nisbəti. Gəlin yazaq da, Y potensial bərabərdir maksimal nöqtə dediyi üçün mj kiçik h yox, mj böyük h şəklində yazdıq. İndi necə hərəkət edirdi? Şaquli istiqamətdə yuxarı atılmış cisim idi. Baxıram ki, burada bizə kütlələri verib dəyişən kimi. Bir də nəyi verib? Sürətləri verib dəyişən kimi. Uşaqlar, h maksimalın sürətlə olan düsturu var idi mi? Əlbəttə ki, var idi. Nə idi düsturumuz? V0 kvadratı bölü 2j. Gətirib yazıram onu da. V0 kvadratı bölünsün nədir? 2J'dir. Baxırıq ki, buradan J'lərimiz neynədir? İxtisar getdi. Onda potensial enerjimiz nəyə bərabər oldu? mv0 kvadratı bölünsün 2-yə. Yəni, maksimal potensial enerji görürsünüz, maksimal kinetik enerjiyə bərabər imiş. Çünki hər ikisi də tama aiddir. Tam da demişik ki, nədir? Sabitdir, dəyişmir. Maksimal potensial enerji də tamdır, maksimal kinetik enerji də tamdır. Yəni, YP-nin mv0 kvadratına YP-nin maksimal qiymətinin özüdür. mv0 kvadratına bərabər olmasının heç bir problemi yoxdur. İndi baxırıq, buradan artıq bizdən A-nın B-yə nisbətini istəyir. İndi uşaqlar, dəyişənlərdən biri kütlə idi. Kütlədən gördüyünüz kimi necə asılı? Düz asılı. Yəni, MA bölünsün MB yazdıq. Həmçinin sürətlə də necə asılı gördüyünüz kimi düz, amma kvadrat ilə. Yəni, V0 A-nın kvadratı bölünsün V0 B-nin kvadratına. İndi gətirib hamısını yazaq. Birinci A cismin kütləsi M, B-ninki 2. A cisminin sürəti V0 kvadrat idi. B-ninki isə 3V0, onun da kvadratı 9V0 kvadrat edəcək. V0'lar getdi, M-lər getdi. Nisbət qaldı nə ilə? 18'də 1. Yəni, cavab elə 18'də 1 D variantı imiş. Deməli, indi gəlin keçək 14-cü sualımıza baxaq. 14-də görək nə deyir bizim üçün. Deyir ki, sərbəst düşən cismin potensial enerjisinin kinetik enerjinə asılılıq qrafiki verilib. Grafikin A nöqtəsinə uyğun kinetik enerji nəyə bərabərdir? Və həmin nöqtədə cismin kinetik enerjisi potensial enerjidən 3 dəfə böyüdür. Uşaqlar, biz demişdik ki, məsələdə kinetik, potensial eyni anda iştirak edirsə, həmişə tamma gedin. Dərhal gəlin yazaq. Y tam bərabərdir. YK plus nəyə? YP'yə. İndi bir digər tərəfdən məsələdə qeyd edir ki, A nöqtəsinə uyğun kinetiki tap və A nöqtəsinə uyğun ümumiyyətlə kinetik nəyə bərabər idi? Potensialın 3 mislinə. Onda gətirib yazaq. Y tam bərabərdir. YK plus daşı YK-mız 3YP-dir. Baxın, özü verim. Deməli, 3YP plus YP. İndi Y tam nəyə bərabər imiş? 4Y potensiala bərabər imiş. İndi uşaqlar, baxırıq ki, burada diqqət edək. Bizə 60 joule enerjinin qiymətini verib. Amma baxırsınız ki, bu potensialın hansı həddidir? Maksimal. Və biz də dönə-dönə qeyd eləmişdik ki, maksimal qiymətlər nəyə aiddir? Tama aiddir. Onda buradan tapdıq ki, bu 60 nəymiş? Tamın qiyməti imişdir uşaqlar. Tez yazdıq. 60 bərabərdir 4YP-yə. Onda potensial enerjimiz nəyə bərabərdir? 15 joule. Məndən istədiyi nədir? Kinetik gətirib yerinə qoyaq. 60 bərabərdir YK plus 15'ə və buradan da tapdıq ki, A nöqtəsindəki bizim kinetik enerjimiz nəyə bərabər imiş? 45 joule. O da bizə yenə A variantında deməli qeyd olunub. Gəlin baxaq indi. Keçək neçənci sualımıza? 15-ci sualımıza. 15-də nə deyir bizim üçün uşaqlar? Deyir ki, V0 başlanğıc sürətlə cisim şaquli istiqamətdə yuxarı atılıb. Cismin potensial enerjisi kinetik enerjidən 8 dəfə böyük olduğu anda. Yazaq bax. YP bərabərdir nəyə? 8YK-ya. Bu zaman sürətin qiyməti nəyə bərabərdir? Dedik axı, məsələnin şərtində potensial kinetik eyni anda iştirak edirsə, tama gedin. Y tam bərabərdir YK plus YP-yə. İndi, Y tam bərabərdir uşaqlar. YK-mız öz yerində qalır. YP-nin yerinə 8YK yazıram. Onda Y tam bərabərdir nəyə? 9YK-ya. İndi biz bilirik ki, maksimallar nəyə aid idi? Tama. Yəni, tamın düsturu nə idi? MV0 kvadratı idi. Bölü 2 idi. P0 kvadratı bölü 2M idi. MJ böyük H idi. Yaxud kinetikdən potensialın cəmidir. Yaxud kinetikin istənilən düsturu ilə potensialın istənilən düsturunu yerinə əvəzləyib nə qədər düstur çıxara bilərik. Yəni, bu cəmdə bizə nəyi verir? Tamı verir. İndi MV0 kvadratı bölü 2 yazdım. Çünki yenə qeyd edirəm, bax, buradakı V0 başlanğıc sürəti maksimal həddi. Maksimal həddi nəyə aiddir? Tama, kinetikə yox. İndi kinetikə aid olan nədir? Ani qiymətimiz. MV kvadratı bölü 2. M bölü 2'lər getdi. Qaldığında V0 kvadratı bərabərdir 3V kvadratına. Kvadratdan azad edəndə V0 bərabərdir 3V'yə və buradan da V'ni tapanda gördüyünüz kimi nəymiş? V0 bölünsün 3, yəni maksimaldan 3 dəfə kiçik qiymət alacaqmış. O da harda verilib bizim üçün? B variantında qeyd olunub. İndi gəlin keçək, gəlir bizim hansı sualımız? 16-cı sualımız. 16-da nə deyir bizə? Deyir ki, hansı ifadə enerjiyə uyğun deyil?
Burada enerji deyəndə potensial da ola bilər, kinetik də ola bilər, heç bir fərq yoxdur. İndi uşaqlar, gəlin baxaq da. Mən bilirəm ki, kinetik enerjinin düsturları nə idi? mv kvadratı bölü 2. Daha sonra pv bölü 2, daha sonra p kvadratı bölünsün 2, bir də. YK bərabər idi nəyə? İş bərabərliyinə. Kinetik enerjinin iş bərabərliyi ifadəmiz var idi uşaqlar. Bax, bunu qətiyyən yaddan çıxarmayın və bunu dərsimizdə keçəndə demişdim ki, kinetik enerjinin düsturlarını sayanda bu 3 dənə düsturdan kifayətlənmirik. Kinetik enerji həmçinin nədir? Enerji ümumiyyətlə kinetik deməkdir. Enerji işin görülmə yeyinliyini xarakterizə edən kəmiyyətdir. Daha doğrusu bağışlayın, iş görmə qabiliyyətini xarakterizə edən kəmiyyət. İşin görülmə yeyinliyini xarakterizə edən kəmiyyət nə idi? Güc idi. Enerji nədir? İş görmə qabiliyyətidir. Enerjimiz varsa iş görürük. Enerji yoxdursa iş görmürük. Əlbəttə ki, ona görə kinetik enerjinin dəyişməsi demişdik ki, nədir? İşə bərabərdir. Yəni, kinetik enerjinin bir digər ifadəsi nədir? İşdir. Onda işin də düsturlarını gəlin, bax, yazaq. Nə idi? Fs idi. Daha sonra bir digər tərəfdən hansı ifadəmiz var idi? Nt var idi. İndi bir digər tərəfdən, məsələn, burada elə variantlarımız da var. Kütlə təcil yox. F'in yerinə MA qoyarsan, onlar MA vurulsun, S olar, S'in yerinə VT qoyarsan, baxırdı indi dəyişir uşaqlar. Deməli, gəlin baxaq, gücdən zaman, bəli, gücdən zaman dedik ki, kinetik enerjinin dəyişməsi işə bərabərdir teoremindən gələn bizim enerji düsturlarımızdandır. Bu enerjiyə uyğun ifadədir. Kütlə təcil yol, baxın, yenə, eyni şəkildə enerji düsturudur. Kütlə sürətin kvadratı, mv kvadratı bölü 2, baxın bu düstur, yenə enerji düsturudur. Qüvvədən yol Fs, bu düsturuydu. Güc yol, belə bir ifadə yoxdur. Nt var, gücdən zamanın hasili var, amma gücdən yolun hasili yoxdur. Onda deməli uyğun olmayan ilə hansıymış? Y variantı imiş. İndi gəlin keçək baxaq, gəlir bizim 17-ci sualımız. 17 nə deyir bizim üçün? Deyir ki, sükunətdəki mərmi M1M, M2 də 3M kütləli 2 qəlpəyə parçalanır. Qəlpələrin aldığı sürətlərin modullarına və kinetik enerjilərin nisbətini təyin edir. Uşaqlar, biz demişdik ki, güllə mərmi məsələsidir, yəni qəlpə məsələsidir, toqquşma məsələsidir. Bunlar hamısı nəyə aid idi? Qapalı sistemə. Qapalı sistemdə də nə sabitdir? İmpuls. Yəni sən kinetikin də, yəni sən sürətin də elə bir düsturunu seçməlisən ki, orada nə iştirak etsin? Sənin dəyişəninlə yanaşı impuls. İndi gəlin başlayaq V-dən. Deməli, V-nin həmçinin qapalı sistemdir, biz bunu bildik, P iştirak etməlidir. Bir digər tərəfdən M-in iştirak etdiyi düstur nə idi? P bərabərdir MV, V də bərabər olacaq nəyə? P bölüm. Qapalı sistemdə impuls sabitdir, artıq getdi. Onda deməli, V2-nin V1-ə nisbəti dəyişən kütləsi necəsidir? Tərs. M1 bölünsün M2-yə. M1-i vermişdik 1-im, M2-ni vermişdik 3-im. Onda nisbət nəyə bərabər imiş? Sürət üçün 3-də 1. Cavab B ola bilməz, C ola bilməz, D ola bilməz. Keçdik kinetikə. Uşaqlar, YK bərabərdir P kvadratı bölü 2 ilə gedəcək. Dedik axı, kütləni dəyişən kimi verib və mütləq şəkildə qapalı sistemə aid bizim mərmi məsələmizdə aiddir. İmpulsda iştirak etməlidir. Bunların da iştiraki olan düstur nə idi? P kvadratı bölü 2. Əgər sürəti dəyişən kimi versəydi, onda PV bölü 2-yə görə gedərdiniz. Əslində, burada sürəti tapmışsınız, gedə bilərsiniz. Amma lazım deyil, elə gəlin buradan nəticə çıxaraq. İndi qapalı sistem olduğu üçün impuls sabitdir. Yenə kinetik dəyişən əsas kütlədir. YK2 bölü YK1 istəyir. Gördüyünüz kimi kütlədən tərs asılıdır. Əlbəttə ki, olacaq onda nə? M1 bölü M2. Dedik, M1-imiz 1M idi, M2-miz 3M idi. Yenə nisbət nə verdi bizim üçün? 3-də 1 verdi. Onu da harada verib artıq gördüyünüz kimi A variantında. Ona görə cavabımız 17-də olacaq A variantı. Keçək indi baxaq, gəlir bizim burada hansı sualımız? 18-ci sualımız. 18-də bizə sərtliyi verib, bir digər tərəfdən uzanma nisbətini istəyir, bir digər tərəfdən qüvvələrin nisbətini istəyir. İndi uşaqlar, gəlin baxaq. Deməli, bizə də məsələnin şərti qeyd edir ki, potensial enerjiləri də eynidir. İndi birinci x-dir, yəni uzanma nisbətlərdir. Deməli, mənə elə bir düstur lazımdır ki, sərtlik olsun. Həmçinin uzanmanı istəyir, həmçinin potensial enerjinin də eyni, yəni sabit olduğunu qeyd edir. Bunların üçünün birgə iştirak etdiyi düstur nə idi? Əlbəttə ki, y potensial bərabər idi. Kx kvadratı bölünsün 2-yə. İndi buradan x-i tapanda olacaq nə? Kök altında 2 yp bölünsün k-ya. Gördüyünüz kimi məsələdə deyir potensial eynidir. Atın geçsin. Onda deməli uzanmanı dəyişən səbəb nədir? Sərtlik. x1-in x2-yə nisbətini istəyir. Sərtlikdən kök altı tərs. Onda k2 bölünsün olacaq nə? k1. İkincinin sərtliyi 1K-dır. Birincininki isə 9K-dır. K-lar gedəcək, kökdən də 3-də 1 kimi çıxacaq. Onda 1-in 2-yə nisbəti 3-də 1 verdi. Cavab A ola bilməz.
Daha sonra B ola bilməz, C ola bilməz, Y ola bilməz. Elə cavab deyildi. İndi gəlin yenə də davamını hesablayaq. İndi bizə nə lazımdır? Yenə sərtlik, potensial enerji eynidir. İndi qüvvələrin nisbətini istəyir. Bu üçünün birgə iştirak etdiyi düstur lazımdır. Onda Y potensial bərabərdir nəyə? Əlbəttə ki, deməli F-in kvadratı bölünsün 2K-ya. İndi buradan F-i tapanda olacaq nəyə? Əlbəttə ki, kök altında 2K vurulsun Y potensiala. Dedi, potensial enerji eynidir. Onda qüvvəni dəyişən əsas nəymiş? Sərtlik. F2 böl F1-dir, yoxsa F1 böl F2-dir? Xeyr. F1 bölünsün F2, sərtliyi də necəsdir? Kök altı düz. Onda K1 bölünsün nəyə? K2. Birincinin sərtliyi 9K idi. İkincininki 1K idi. Getdi. K'lar ixtisar 9 da kökdən necə çıxır? 3 kimi. Yəni bu nisbət 3-ə bərabər imiş. O da bayaq demişdik, onsuz da cavab D variantıdır. Yeni də isbat etdik. Yeni qeyd edirəm. Cavabımızın da burada oldu nə? D variantı. İndi keçək gəlir bizim neçənci sualımız? 19-cu sualımız. 19-da nə deyir bizim üçün? Deyir ki, kütləsi M olan cisim 0 səviyyəsindən H hündürlükdədir. Sərbəst düşərkən cismin kinetik enerjisinin düşdüyü H hündürlüyünə asılılıq qrafiki hansıdır? İndi uşaqlar, sərbəst düşmə zamanı biz bilirik ki, həmçinin aşağı atılmış cismin hərəkəti zamanı yeyinləşən hərəkət icra edilir. Çünki bütün aşağı hərəkətlər yeyinləşən, yuxarı qalxanda bəli necə hərəkət edirdi? Yavaş. Yeyinləşən hərəkətdə də kinetik enerji nə edir? Artırdı. İndi burada amma baxıram ki, kinetik enerjini, bax çox şagirdimiz burada cavabı D variantı qəbul edir. Bunu siz nə vaxt qəbul edə bilərsiniz? Zamanla artıq asıllığını istəyəndə, yəni kinetik enerjinin zamana görə necə dəyişdiyini müşahidə edəndə. Bəli, biz dedik ki, sərbəst düşən cismin hərəkəti yeyinləşəndir. Get-gedə sürət artır, sürətlə də kinetik necə asılıdır? Kvadratik. Yəni kinetikdə də zamana görə kvadratik artma müşahidə edirik. Amma burada hündürlük deyir axı bizim üçün. Onda gəlin düsturumuzu çıxaraq. Y kinetik bərabərdir nəyə? MV kvadratı bölünsün 2. İndi sərbəst düşən cismin mənə sürətinin elə bir düsturu lazımdır ki, orada hündürlük olsun. Əlbəttə ki, o hansı düstur idi? V bərabərdir. Kök altında 2JH. Gətirib yazaq. YK bərabərdir. M vurulsun. Deməli, kökdə 2JH-ın kvadratı bölünsün 2-yə. Onda kökdən bu kvadrat gedəcək. Qaldı YK bərabərdir. M vurulsun. 2JH bölünsün 2-yə. 2-lər getdi. Qaldı onda deməli uşaqlar burada nə? MJH, yəni kinetikin düsturu nəymiş? MJH. İndi baxırıq, kinetik enerji hündürlüyü də necə aslıymış? Düz aslı. İndi onu da harda verib bizim üçün gördüyünüz kimi, onu da qeyd edib bizə elə C variantında. Qurtardı getdi. İndi gəlin keçək, gəlir bizim 20-ci sualımız. 20-ci sualda nə deyir bizə uşaqlar? 20-də bizə qeyd edir ki, V sürəti ilə hərəkət edən kürəcik sükunətdəki eyni kütləli kürəcik ilə mütləq qeyri-elastiki toqquşur. Kürəciyin kinetik enerjisinin hansı hissəsi daxili enerjiyə çevrilir? Gəlin baxaq. Əvvəl deməli uşaqlar, ikinci kürə gördüyünüz kimi sükunətdədir. Gəlin bax yazaq. İkinci kürə sükunətdədir. Birinci kürə isə gördüyünüz kimi hərəkət edirdi. Yəni ikinci kürə sükunətdə olduğu üçün onun sürəti, onun impulsu, onun kinetik enerjisi hamısı nəyə bərabər idi? 0-a bax yazıram. YK2 bərabərdir 0. İndi keçdik YK1-ə. YK1-ə görə uşaqlar baxırıq ki, cismin kütləsi 1-dir. Sürəti də nədir? 1V-dir. Onda olacaq nə? MV kvadratı bölü 2. İndi keçdik sonra. Sonra artıq neynədir? Toqquşdular. Toqquşma üçün düsturumuz var axı. Son sürətin biz dedik ki, ifadəsi necə hesablanır? V son bərabər idi, deməli. Artıq əgər cisimlərdən biri sükunətdə idisə M1 V1 bölünsün M1 plus M2-yə görə hesablayırdı. Onda gəlin baxaq. Deməli, birinci cismin kütləsi nə qədər idi? 1M idi. Həmçinin birinci cismin sürəti nə qədər idi? 1V idi. Deməli, birinci cismin kütləsi 1M, ikincininki də 1M idi. Onda oldu nə? MV bölü 2M. Onda deməli, toqquşmadan sonra artıq tapdıq ki, bizim cisimlərimiz birləşib hərəkət edəcək və birləşib hərəkət edirsə, hər ikisinin sahib olduğu sürət nəyə bərabər imiş? V bölü 2-yə. Onda yaxşı, bu toqquşmadan sonra mənim bu sistemimin sahib olduğu kinetik enerji nəyə bərabərdir? Gəlin baxaq. Deməli, uşaqlar qeyd etdik ki, toqquşmadan sonra cisimlər birləşir və birləşib birlikdə hərəkət edir. Onda deməli artıq birləşirsə 1M kütləli cisim deyil, 2M kütləli cisimdir. Düstur MV kvadratı bölü 2-dirsə, dedik ki, kütləmiz nədir artıq? 2M. İndi hər ikisinin birlikdə sahib olduğu sürət nədir? V bölü 2. İndi kvadratı da onda olacaq V kvadratı bölünsün. Əlbəttə ki, 4 məxrəcdə də düsturda 2'miz var idi öncədən.
Bunda buradan 2'lər getdi. Qaldı nə? MV kvadratı bölü 4. Deməli, toqquşmadan əvvəl MV kvadratı bölü 2 idi. Toqquşmadan sonra oldu MV kvadratı bölü 4. Gördüyünüz kimi biz nə etmişik? Enerjimizin yarısını itirmişik. Əlbəttə ki, itirdiyimiz enerji də nəyə çevrilir? Daxili enerjiyə. Yarısı da nə deməkdir? Təbii ki, 2də 1 yaxud da 0,5. O da B variantında qeyd olunur bizim üçün. İndi gəlin baxaq burada. Gəlir bizim neçənci sualımız? 21-ci sualımız. 21'də nə deyir bizə? Deyir ki, kütləsi 200 qram olan kürəcik çevrə üzrə V bərabərdir 10 metr bölü saniyə sürətlə hərəkət edir. 2də 3 T müddəti ərzində cismin impulsunun dəyişməsini təyin edin. Uşaqlar, gəlin bunu biz düzgün olan kəsrə çevirək. 2də 3 T, bunu belə yazıram deməli, bax. 1 tam 2də 1 T'dir. Bunu da belə yazaq. T plus 2də 1 T şəklində. 1 tam dövrdə sürət dəyişməsi, impuls dəyişməsi, yer dəyişmə hamısı nəyə bərabərdir? Sıfıra. Çevrənin yarısında biz bilirik ki, nə idi? Yer dəyişmə 2 yer sürət dəyişməsi 2V, impuls dəyişməsi 2P. Onda yazırıq, bax, burada da artıq bizim impuls dəyişməmiz nəyə bərabərdir? 2P-yə. İndi sıfırdan 2P-nin cəmi əlbəttə ki, bizə nə verir? 2P. Yəni, yekunda bu müddət ərzində bizim impuls dəyişməmiz 2P-yə bərabərdir. Baxıram, impulsun qiymətini bizə verib, verməyib. Kütləni verib, sürəti verib. Onda 2MV şəklində hesablayaq. 2 vurulsun. Deməli, 200 qram biz bilirik ki, 1 qram 10 üstü mənfi 3 kiloqramdır. Daha sonra sürəti də vermişdi neçə? 10. Bu 3 dənə müsbətdən bu 3 mənfi getdi. Onda elə 2-ni 2-yə vuranda neçə elədi? 4 kiloqram vur metr bölü saniyə. Onu da bizə D variantında qeyd edib. İndi gəlin keçək, gəlir bizim neçənci sualımız? 22-ci sualımız. 22-də uşaqlar bizə nə deyir? Deyir ki, kütləsi M və 3M olan 2 kürəcək elastik yayla bir-birinə bağlanmışdır. Yayı sıxan sapı kəsdikdə kürəcəklərin aldığı kinetik enerjilərin nisbəti nəyə bərabər? Uşaqlar, bu qapalı sistem yaradır. Bax. Yaydan bir-birinə bağlanmış cisimlər də yenə nəyə aiddir? Qapalı sistemə. Qapalı sistemdə də nə sabit idi? Impuls. Onda kinetik nisbətini istəyir bizdən. Kinetik lazımdır. Kütləni dəyişən kimi verib. Impuls da dedik nədir? Sabitdir. Çünki baxın, bu qapalı sistem yaradır. Bir-birinə bağlanan 2 dənə cisimdir. Əlbəttə ki, nə yaratmalıdır? Qapalı sistemi yaratmalıdır. Qarşılıqlı təsirdədir yaxud da. Qarşılıqlı təsiri demişdik axı. Biz bilirik ki, artıq burada cisimlər nə edir? Bir-birinə bağlı olaraq sabit şəkildə qalır. İndi uşaqlar, baxırıq ki, burada qapalı sistemdirsə və mənə də dəyişəni bir digər tərəfdən kütlə veribdirsə, bunların hamısının birgə iştirak etdiyi düstur nə idi? YK bərabər idi. P kvadratı bölünsün 2. Impuls sabit işimiz yoxdur. Dəyişən kütlədir. Onun da hesabına kinetik dəyişir. YK2 bölünsün YK1. Kütlə də necə asılı gördüyünüz kimi tərsi. Yəni M1 bölünsün M2. Birincinin kütləsi nə qədər idi? 1M idi. İkincininki 3M idi. Onda bu nisbət ilə nəyə bərabər imiş? 3də 1-ə bərabər imiş. O da bizə hansı variantda qeyd olunub? Y variantında qeyd olunub. İndi gəlin baxaq 23-cü suala. 23-cü sualda uşaqlar şəkilə diqqət etməyə ehtiyac yoxdur. Bu bizim elə verilənlərimizə görə artıq uyğunlaşdıracağımız cavabımızdır. 2də 3 dedik ki, nədir? Bunu sadəcə düzgün olan kəsrə çevirməliyik. Deməli, 1 tam 2də 1, yəni T plus 2də 1. 1 tam dedik ki, dövrdə impuls dəyişməsi 0-dır. Çevrənin yarısında da impuls dəyişməsi nəyə bərabər idi? 2P-yə, yəni 2MV olacaq burada. O da harada verilib bizim üçün? 1-ə gəlir C. Daha sonra 4də 7-ni yəni düzgün olan kəsrə çevirək. Bu da bizim üçün nə verəcək? 1 tam 4də 3, 1 tam dövrdə. İmpuls dəyişməsi 0-dır. 4də 3-də də uşaqlar. İmpuls dəyişməsi nəyə bərabərdir? 4də 3-də. 4də 1-də P kökdə 2-yə. İndi P ilə gördüyünüz kimi verməyib. Olacaq onda nə? MV kökdə 2. O da harada verilib bizim üçün deməli? Baxırıq ki, MV kökdə 2. Bir dənə baxım. Deməli, 4də 3 düzgün olan kəsrə çevirdikdə 4də 1, 1 tam dövr. 0, 4də 3-də də MV kökdə D variantında görmürəm bayaqdan üstü. 2-də də deməli olacaq D. İndi keçdik bir digər tərəfdən, baxırıq deməli 3-cüyə. 3-cüdə deyir ki, uşaqlar 2T müddəti ərzində, yəni 2 dövr. Bu nə deməkdir? 2 dövrdə, əlbəttə ki, uşaqlar, biz bilirik ki, bir tam dövrdə nə idi? İmpuls dəyişməsi, sürət dəyişməsi, həmçinin yer dəyişməsi 0-dır. Əlbəttə ki, bu 2 dövr üçündə, 3 tam dövr üçündə, 5 tam dövr üçündə keçərlidir. Yəni, tam dövr varsa, orada dəyişmə yoxdur. Çıxdığım nöqtə ilə qayıtdığım nöqtə eyni olur. Yəni, adı üstünə dəyişmirəm, eyni yerə gəlirəm. Ona görə bizim impulsumuz da, sürətimiz də, yer dəyişməmiz də dəyişməz. Bir dənə sadəcə yola malik ola bilər. Onsuz da biz bilirik ki, yol heç vaxt 0 ola bilmir. Onda deməli 3-ə də gələcək nə ilə? A variantı. Yəni 1S, 2D, 3A. İndi uşaqlar, gəlin baxaq 24-də nə deyir bizə? Deyir ki, eyni kütləli 3 cüt kürələr mütləq qeyri-elastiki toqquşur. Uyğunluğu müəyyən edən zərbədən sonra kürələr. Başlayaq birincidən.
Deməli, bir də baxıram ki, cisimlərdən biri hərəkətdədir, biri sükunətdədir. Onda bizim artıq son sürətimiz nəyə bərabər idi? M1 V1 bölünsün M1 plus M2'ye göre hesaplanırdı. İndi məsələnin şərti deyir ki, kütlələri eynidir. Birinci də M olsun, ikinci də M olsun. Onda birinci cismin kütləsi 1M-dir, sürəti V idi. İndi birinci də M-dir, ikinci də M-dir olacaq. MV bölünsün 2. Yəni bir digər tərəfdən M-lər gedəcək. V bölünsün 2 sürəti ilə hərəkət edir. Sözsüz ki, hərəkətin istiqaməti necədir? İkinci cisim sükunətdə idi gördüyünüz kimi. Birinci cisim hərəkətə malik idi. Əlbəttə ki, hərəkətdə olanın istiqaməti boyunca yönəlir. Yəni sağa doğru. V bölü 2 sürəti ilə sağa doğru yönələr. O da harda verilib bizə C-də. 1'e gəldi, deməli C. Keçdiyin ikinciyə. İkincidə baxıram ki, artıq bizim cisimlərimiz necə hərəkət edir? Qarşı-qarşıya. Onda V son bərabər idi. Qarşı-qarşıya zaman necə tapırdıq? Çıxaraq. Deməli, M1 V1 çıxılsın. M2 V2 bölünsün. M1 plus M2. Məsələnin şərtində bizə qeyd etmişdik ki, kütlələr nə idi? Eyni idi. Onda MV birinci cismin kütləsi 1M'dir, sürəti 1V'dir. İkinci cismin də kütləsi 1M'dir, sürəti V'dir. Bölünsün M plus M. İndi sürət gördüyünüz kimi 0 verdi. Onda bu deməkdir ki, bu cisimlər toqquşdu və toqquşandan sonra artıq hərəkət etmədilər, dayandılar. Onda 2'ye gəldi nə artıq? Y. Yazaq burada. İndi keçdik üçüncü. Üçüncüdə baxıram ki, yenə cisimlərimiz qarşı-qarşıya hərəkət edir, yaxud əks istiqamətlə eyni şeydir. İndi uşaqlar, bu zaman yenə düsturu eynidir. M1 V1 çıxılsın, M2 V2 bölünsün. M1 plus M2 yazdıq. İndi birinci cismin kütləsi M'dir, ikinci cismin kütləsi də yenə eyni şəkildə nədir? M'dir. Birinci cismin sürəti nədir? 1V'dir. İkinci cismin də kütləsi nədir? Gördüyünüz kimi 2V'dir. Bölünsün M plus M. İndi böyükdən kiçiyə çıxır. Ona görə həmişə bunu, bu fərqi modulda qeyd edirdik. Oldu deməli nə? MV bölünsün 2M. M'lər getdi. Qaldı nə? V bölünsün 2. İndi uşaqlar, hərəkət əlbəttə ki, impulsu böyük istiqamətində yönəlir. İmpulsu böyük olanda hansı idi? Baxın, bu 2MV, bununki isə MV idi. İndi böyük olanda istiqaməti necə vermişdi? Sola doğru. Onda deməli V bölü 2 sürəti ilə sola doğru hərəkət edir. 3'ə də gələcək nə ilə? D variantı. İndi deməli tapdığında 1C, 2Y, 3D oldu. Keçək baxaq artıq, gəlir bizim 25-ci sualımız. 25'də nə deyir bizə uşaqlar? Deyir ki, cismin impulsunun proyeksiyasının zamanı asılı qrafiki verilmişdir. Uyğunluğu müəyyən edin. 0-5 saniyə arasında, 5-10 saniyə arasında, 10-20 saniyə arasında cismə təsir edən qüvvənin proyeksiyasını tap. İndi başlayaq. Mən bilirəm ki, uşaqlar, bizim qüvvənin, zamanın, həmçinin bir digər tərəfdə impulsun birgə iştirak etdiyi düsturu nə idi? Delta P bərabər idi FT-yə. İndi məndən istədiyi gördüyünüz kimi nədir? Qüvvə. Onda buradan tapanda olacaq nə? Delta P bölünsün T. İndi başlayaq. Deməli 0-5 saniyə aralığına baxaq birinci. 0-dan 5 saniyə aralığına məndən baxırıq ki, impulsunun son qiyməti neçədir? Biz bilirik ki, dəyişmə nədir? Fiskada. Sondan başlanğıcın çıxılması. Sonu neçədir? 30'dur. Deməli, başlanğıcı neçədir? 10'dur. Zaman isə neçə idi? 0-5 saniyə aralığı, yəni ümumi neçə idi? 5 saniyə. Onda buradan tapdım ki, qüvvəmiz nəyə bərabər imiş? 4 newtona. Yəni 1'ə gələcək C. Keçdi indi 5-10 saniyə aralığına. İndi ikinci 5-10 saniyə aralığında baxırıq ki, bizim hərəkətimiz bərabər sürətlə hərəkətə diqqət edin. Çünki impuls sabitsə sürət də sabitdir. Sürət sabitsə biz bilirik ki, bu necə hərəkətdir? Bərabər sürətlə hərəkət. Bərabər sürətli hərəkət zamanı da qüvvə, təcil nəyə bərabər idi? 0'a. İndi ona görə 5-10 saniyə aralığında qüvvə 0'dır. Gələcək nə? A variantı. İndi baxaq burada 10 saniyə ilə 20 saniyə arasında indi eyni şeydir. Yenə düsturu yazırıq. P çıxılsın. P0 bölünsün T. 10-20 saniyə aralığına sərf olunan ümumi zamanımız neçədir? 10 saniyədir. İndi baxıram ki 10-20 saniyə aralığında artıq bizim, baxın, qüvvəmizin başlanğıc qiyməti neçədir? 30'dur. Və sonu neçədir? Gördüyünüz kimi gəlib artıq 0'a. Sonu da 0'dır. Onda buradan tapdıq ki, nəyə bərabər imiş? Mənfi 3 newton, yəni üçüncüyə də gəldi nə? D. Yəni 1S oldu, 2A oldu, 3S D oldu. İndi keçək baxaq, gəlir bizim neçənci sualımız? 26-cı sualımız. 26'da nə deyir bizim üçün? Deyir ki, kütləsi 5 kiloqram olan cismin hərəkət tənliyi x bərabərdir 20-2T plus T kvadratı şəklindədir. 10 saniyə olan anda cismin impulsunun proyeksiyasını hesablayın. İndi baxaq da deməli uşaqlar burada. Deməli, mən bilirəm ki, x bərabərdir 20-2T plus T kvadratı tənliyində bu 20 nəyin qiymətidir? Başlanğıc koordinatın. Mənfi 2 nəyin qiymətidir? Sürətin başlanğıc qiymətinin. Bir digər tərəfdən T kvadratının qarşısında duran əmsal isə bizə təcili verirdi. Sadəcə biz bilirik ki, düstur nə idi?
AT kvadratı bölü 2. İndi gördüğünüz kimi burada tənlikdə özü bölüb hazır şəkildə verir. Nəyi 2-yə böləndə 1 verir? Çünki t kvadratın qarşısında duran əmsal nədir? 1. Əlbəttə ki, 2-ni 2-yə böləndə 1 verir. Ona görə nə demişdik? T kvadratının qarşısında duran əmsalı həmişə 2-yə vurun. O təcil üçün bizə verilən qiymətdir. Təcilimiz isə nəyə bərabər imiş? 2 metr bölü saniyə kvadratına. İndi bizdən istədiyi nədir? 10-cu saniyənin sonundakı cismin impulsunu təyin edin. İndi uşaqlar, gəlin biz başlanğıc sürətimizi bildik. Mənfi 2-dir. Bəs yaxşı, 10-cu saniyənin sonunda sahib olduğumuz sürəti tapım, ondan sonra impulsu keçid edə bilərik. Onu necə tapacağım? V bərabərdir V0 plus AT. Həmişə plusunu yazın. Onsuz da mənfidirsə özü gəlib çıxacaq. Deməli uşaqlar, 10-cu saniyənin sonundakı son sürəti tapmalıyam. Mən bilmirəm. Başlanğıc sürətimiz neçə idi? Mənfi 2 idi. Təcilimiz neçədir? 2-dir. Neçə saniyədə demişdik? 10-cu saniyənin sonunda. Onda buradan tapdıq ki, bizim 10-cu saniyənin sonunda sahib olduğumuz sürətimiz nəyə bərabər imiş? 18 metr bölü saniyə. İndi gəlib impulsu tapa bilərim artıq. P bərabərdir MV-yə kütləni verib 5 kiloqram. Sürət tapdıq 18. Onda deməli 10-cu saniyənin sonunda, yaxud da 10 saniyənin sonunda bizim artıq impulsumuz nəyə bərabər imiş? 90 kiloqram vur metr bölünsün saniyəyə. Elə cavabımız da nə olacaq? 90 olacaq. Keçək indi baxaq 27-yə. Görə 27-də nədir bizim üçün? Deyir ki, kütləsi M olan cisim V0 başlanğıc sürətlə şaquli istiqaməti yuxarı atılmış və H maksimal hündürlüyünə qalxmışdır. Cismin tam mexaniki enerjisinin ifadələri hansıdır uşaqlar? Biz bilirik ki, tam enerji maksimal qiymətlərdən asılıdır. Sürətin maksimalı, impulsun maksimalı, hündürlüyün maksimalı. Ona görə əlbəttə ki, bu ani qiymət görürsünüz, bizim artıq tam enerjimizə aid deyil. O potensialın düsturudur. Bizə maksimal lazımdır. Birinci nədir? 2 ifadəsi. Daha sonra MGH plus MV kvadratı bölü 2. Bəli, MGH potensialdır. MV kvadratı bölü 2 də kinetikdir. Potensialdan əlbəttə ki, kinetikin cəmi bizə nəyi verir? Tam enerjini verir. İndi bir digər tərəfdən gəlin 5-ciyə baxaq. MGH hündürlüyün maksimalı nəyə aiddir? Tama. Kiçik MGH artıq bu nədir? YP. Tamdan YP-ni çıxanda bizə nə verir? Kinetik enerjini. Əlbəttə ki, 5-ci ola bilməz. Daha sonra 4-cü MV0 kvadratı bölü 2. Əlbəttə ki, biz dedik V0, P0 maksimal hədlərdir. Maksimallar da nəyə aiddir? Tama aiddir. İndi MV0 kvadratı bölü 2 plus MGH belə ümumiyyətlə maksimalların cəmi yoxdur. Ani qiymətlərin cəmi tama bərabər ola bilər. Yəni, ümumiyyətlə 6 kimi ifadəmiz ola bilməz. Tam enerji düsturları hansı qaldığında 2, 3, 4. Yəni, doğru cavabımız da həm 2-dir, həm 3-dür, həm də 4-dür. İndi uşaqlar, gəlin keçək situasiyamızdan danışaq görək. Situasiyada nə deyir bizə? Deyir ki, gimnast əlindəki kütləsi 200 qram olan topu yerdən şaquli istiqamətli yuxarı atır. Top müəyyən hündürlüyə qalxır və geri qayıdır. İndi 28-də qeyd edir ki, top yuxarı hərəkət edəndə hansı enerji çevrilmələri baş verdi? İndi uşaqlar, mən bilirəm ki, yuxarı qalxdıqca hərəkət necə hərəkətdir? Yavaşlayan. Yavaşlayan hərəkətdə sürət neyinir? Azalır. YK bərabərdir MV kvadratı böl 2-yə görə. Əgər sürət azalırsa, kinetik enerji nə edəcək? Azalacaq təbii ki. İndi bir digər tərəfdən yuxarı qalxdıqca bəs hündürlük neyinir? Hündürlük artır. Onda deməli MGH-a görə hündürlük artırsa potensial enerji də nə edəcək? Artacaq. Onda biz burada artıq nə müşahidə edirik? Yuxarı hərəkət etdikcə kinetik enerji nəyə çevrildi? Potensiala, yaxud da kinetik enerji azalır, potensial enerji isə nə edəcək? Artacaq. İndi gəlin keçək danışaq 29-cu sualımızdan. 29-a nə deyir bizə? Deyir ki, topun potensial enerjisinin zamandan asılı qrafikinə əsasən onun yerdən atıldığı andakı kinetik enerjisini hesablayın. İndi uşaqlar, gəlin burada diqqət eləyək. Deyir ki, topun potensial enerjisinin zaman asılı qrafikinə əsasən onun yerdən atıldığı anda, bax, yerdən atıldığı an, yəni yerdə olduğu andakı kinetik enerjisini hesablayın. Gəlin baxaq, bu mənim səttimdir. İndi topun yerdə olduğu andan hələlik söhbət gedir. Yəni yerdə atıldığı an, elə yerdə olduğu anda da bu sizin üçün çaşdırıcı olmasın. Yerdə olduğu anda mən bilirəm ki, hündürlük yoxdur. Ona görə potensial nədir? 0. Enerjilərdən biri 0 olanda digəri özünün hansı qiymətini alırdı? Maksimal qiymətini alırdı. Onda bizim burada kinetik enerjimiz artıq necə qiymət alacaq? Maksimum qiymətini alacaq. Onda gəlin baxaq. Y kinetik bərabərdir MV0 kvadratı bölü 2. Hər bir başlanğıc sürətlə nə edir? Yuxarı atılıb. İndi baxırıq burada. Bizə kütləni veribmi? Baxaq məsələnin şərtinə, bəli, vermişdi 200 qram.
İndi bir digər tərəfdən bizə sürətlə bağlı qeyd verir? Xeyr, verməyib. Mötərəzədə J-ni qeyd edib, qrafikdə də bizə zamanı qeyd edib. İndi görürsünüz nə qeyd edir? Yerdən atıldığı anda. Mən bir digər tərəfdən uşaqlar, burada zamanın 2 dənə qiyməti var. Yerdən atıldığı anda nə edəcək? Yəni cisim get-gedə yuxarı qalxacaq. Yuxarı qalxırsa onda bizə hansı zaman lazımdır? Əlbəttə ki, tez qalxma, tez uçuş lazım deyil bizim üçün. Bizə lazım olan yerdən atıldığı andakı ilk zaman, yəni ilk müddətdəki nədir? Artıq burada kinetik enerjimiz. Onda deməli, kütləmini verib neçə? 200 qram. Yəni 200 vur 10 üstü mənfi 3. 1 qram 10 üstü mənfi 3 kiloqrama bərabərdir. 1 kiloqram 1000 qramdır. Əlbəttə ki, qramda olacaq nə 1000-də 1. İndi demişdik ki, həmişə qüvvətlərdən getmək daha asandır. Bir digər tərəfdən V0-ın yerinə gətirib nə yazacağım? JT-ni yazacağım uşaqlar. Çünki onsuz da biz bilirik ki, bizim başlanğıc sürətimizin şaqili yuxarı atılmış cisim üçün cəmi cümlətanı bir dənə düsturu var. O düsturda nədir uşaqlar? V0 bərabərdir JT qalxma. Vəsiyo qurtardı getdi. Başqa da heç ifadəmiz yoxdur. J-ni verib 10. Qrafikdə dedik axı, T qalxmaya aid 1-dir. O 2 T uçuşdur uşaqlar. Həm qalxma, həm də düşməyə sərf olunan zamandır, cəm zamandır. Bizə yenə qeyd edirəm. Düsturumuzda nə lazımdır? JT qalxma. Onda buradan tapdıq ki, V0-ımız 10 metr bölü saniyədir. Gətirib yazanda 10-un kvadratı bölü 2. İndi. Bax, bu 2 müsbətdən, bu 2 mənfi getdi. Qaldın da 200 vurulsun 10 üstü mənfi 1 bölü 2. İndi yenə bu mənfidən bu müsbət gedəcək 20 bölü 2. Nəyə bərabər imiş? Onda elə bizim kinetik enerjimiz 10 joule bərabər imiş. Bu da bizim 29-daki cavabımızdır. İndi keçək gəlin baxaq sonuncu 30-cu suala. 30-da nə deyir bizə? Deyir ki, hansı hündürlükdə topun kinetik enerjisi potensial enerjisinə 3 dəfə böyük olar? Dönə-dönə qeyd eləmişdik ki, məsələnin şərtində bizə gördünüz ki, kinetik potensial eyni anda qeyd edir, tama gedin. İndi yazıram. Y tam bərabərdir YK plus nəyə? Y potensiala. İndi bir digər tərəfdən bizə nə deyir? Hansı hündürlükdə topun kinetik enerjisi potensial enerjisindən 3 dəfə böyük olar? Yəni YK bərabərdir nəyə? 3YP. İndi gətirib yerinə qoyaq. Y tam bərabərdir. YK dediyi nədir? 3YP'dir. Potensial isə öz yerində də yazdıq. Bunda buradan tapdıq ki, Y tam nəyə bərabər imiş? 4Y potensiala. İndi bir digər tərəfdən uşaqlar, biz bilirik ki, maksimal hündürlüklər, maksimal ifadələr nəyə aiddir? Həmişə bizim tam enerjimizə, yəni mg böyük h. Gətirib yazdım tama. Bir digər tərəfdən potensial enerjiyə nə yazırıq burada? Potensial enerji üçün isə kiçik h-dan yazacaq. 4 mgh. İndi bizim burada mglərimiz getdi. H bərabər imiş nəyə? 4h. İndi yoldaşlar, gəlin buradan diqqət eləyək biz artıq nəyə? Buradan mən h-ı tapa bilərəm. Necə tapa bilərəm? Görürsünüz, bizə qrafikdə, ikinci qrafikdə T qalxmanı vermişdi. Yəni, T qalxma müddəti bizə məlum idi 29-cu sualın qrafikindən. Onda h-ın yerinə gətirib JT kvadratı bölü 2, yaxud lap istəsək V0 kvadratı bölü 2J-dən də gedə bilərik. Çünki V0-ı da tapmışdıq, fərq yoxdur. Sizin üçün necə rahatdır? Hansı düstur yadınızda qalıb? İndi JT kvadratı bölü 2 bərabərdir nəyə? 4h. J-imiz 10 idi. Dedik ki, T qalxmamız neçədir? 1. 1-in kvadratı bölü 2. Bərabərdir nəyə? 4h. Onda buradan 5 bərabərdir 4h. H da bərabər imiş nəyə elə? 1 tam %25 metr. Bax, cavabımız da elə nə olacaq? 1 tam %25 metr. Bu da bizim artıq 7-ci mövzu sınavının suallarının izahı idi uşaqlar.